Yani bilirəm ilk dəfədir biraz yadıq hamımız, amma baxmışıq da məncə digər stand-upçılara falan. Orada gəlir stand-upçı, axşamınız xeyir, şapşap. Bizdə axşamınız xeyir deyəndə hamımız. O qaç bayaqda mən çox əsəb baxır, ondan qorxur. Deməli, biz stand-up'a başlamamışdan öncə, 1-2 gün öncə bir post paylaşmışdıq. Bilirəm, heç biriniz görməmişsiniz. Mən sadəcə şəxsi atdıqlarımı yorum yazıblar, sağ olsunlar. Ki, stand-up'da hansı mövzuları eşitmək istəyirsiniz? Bir də icazə verin, zəhmət olmasın. Hansı mövzuları görmək istəyir? Telefonları zəhmət olmasa səssizə ataq, telefonları yığışdıraq, telefona baxan çıxarılsın, zəhmət olmasın. O kimdir? Nələsin? Deməli, mövzu soruşmuşdum daha doğrusu sizlərdən. Ora gələn mövzular var. Məsələn, təhsil yazıb Murad Qurbanov. Adları da çəkəcəm. Murad Qurbanov əl qaldırır, bəli. Danışarıq təhsil barədə. Hələ ki mövzu bilmirik, amma ayın ikisini gözləyirik. Biri fəlsəfə yazıb. İlqar müəllim, fəlsəfə doktoru. Səbirsizliklə gözləyirik. Maraqlı yorum. Bizim mükəmməl və istedadlı videoqrafımız, zəhmət olmasa alqışlayaq onu. Maraqlı olacağına inanıram. Bir dəqiqə gəlirəm yalanı. Bax, bu çox mükəmməl və ağrılı bir yerimizdir. Burada mənim dostlarım var aranızda. Demək olar ki, hamımız dostlarımız. Bir dəqiqə gəlirəm yalanın. Burada ən çox eşitdiyim insan birincisi özü orada dayanıb dadaşdır. İkincisi bir dəqiqə deyib 2 gün sonra yazan İlqar müəllimdir özü. Yəni bu insan bilirsiniz necə? Bu tip insanlar daha doğrusu bilirsiniz necədir? Məsələn, İlqarla biz 5 ildir dostluq, 2 gün, 3 gün bir yerdə olmuş ola belədir. Çünki o deyir görüşək, mən deyirəm ki, yaxşı görüşək. Üstündən bir həftə keçir, o deyir görüşək, mən deyirəm görüşək. Üstündən yenə 2 həftə keçir, bu formada biz görüşə bilmirik. Yəni dejavumuz olmur. Ona görə bir dəqiqə gəlirəm yalanı, həqiqətən də bizim cəmiyyətimizdə çox böyük bir aktual məsələdir. Bu aktual məsələni istəyərdim bu günləri ortaya qoyaq. Bizdə çox aktual məsələlər var ki, həqiqətən də mən dünyada fərqli ölkələrdən çox dostlarım və ümumi öz ölkəmizdən də çox, hədsiz çox insan tanıyıram. Və xarici vətəndaşlarda bu tip mizah anlayışı mən heç kimdə görməmişim. Bizdə belə bir şey var ki, nəyimiz də olmasa mizah anlayışımız çox yüksəkdir. Millət olaraq mizahla doğuruq biz. Kökənimizdə mizah var. Sosial platformada yorumlarda görürsünüz necə kreativ yorumlar çıxır ortaya. Necə axlı başdan alacaq zarafatlar, fikri düşündürücü zarafatlar çıxır ortaya. Görürsünüz. Yəni bu tip şeylərə öyrəşmişəm. Niyə? Çünki YouTube'da da belədir. Ani moment hər şey maraqlı olduğu yerdə yango reklamı gəlib keçib. Belə bir şey deyim də, arkada yatanlar zəhmət olmasa qaranlıqdır, görünürsünüz ha, vallahi yatdığınız görünür. Bizdə bir dəqiqə gəlirəm yalanı. Daha qədim dövrlərdən başlayıb, daha o dövrlərimizdən başlayıb. Məsələn, oradan onu ən çox Nurəddin müəllim, fəlsəfə doktorumuz bizə izah edə bilər, amma indi eləməsin, çünki çox danışacaq bilirəm. O vaxtlardan daha bizdə mağaralardan bilirsiniz də qadınlar yığıcılıq və alovu sönməyə qoymurdu, uşağı və mağaraya baxırdı. Kişilər isə əlinə alırdı mızrağını, gedirdi ovçuluğa. Orada da bir mağaradan digər mağarada məsələn alovla falan məsləhətləşəndə ki, bir dəqiqə gəlirəm, çıx qapıdayam, o alov yanmırdı heç vaxt. Bizim o kökənimizdə var, bir dəqiqə gəlirəm yalan. Burada dediyim kimi hər bir kəsin elə bir dostu var ki, gəlirəm deyir, daha evdə şampunlanır elə hamanda ki, o gəlirəm deyir. Özləri bilir, üzləri gülür mən bunu dedikcə. Zəng gelirsən, hardasan? Suyun səsini eşidirsən ha buradan. Yəni suyun şırıltısı, bir də o səsin exosu var da. 2 yerdə exo verir də, bilirsiniz səs. Yəni suyun səsini eşidirsənsə, bilirsən ki, hamamızın. Suyun səsini eşitmirsənsə, bilirsən ki, o digər tərəfdədir, artıq tualetdədir. Yəni deyir ki, çatıram. Hardasan? Çatıram. Bilirsiniz necədir? Bizdə belə bir şey var. Bax, sual yaranır nə üçün? Sual verirsən, hardasan? Mənə məsələn sual verirlər, hardasan? Deyirəm ki, məsələn, studiyadayım, indi mən tatu ustasıyam, hamı bilir. Studiyadayım, çıxacam. Sual verirsən, hardasan deyib gəlirəm.
Deyirsən hardasan? Deyir gəlirəm. Bir də sual verin. Deyirsən konum olaraq hardasan? Deyir gəlirəm də çatıram 5 dəqiqə. O 5 dəqiqə artıq sən bilirsən ki, məsələn, Seyidin avtobus dönərinin yanındadır. Məsələn, çatır. O 5 dəqiqəlik məsafə odur. Amma o 5 dəqiqə heç vaxt bitmir. 5 dəqiqə olur, sonra 20 dəqiqə, 30 dəqiqə falan. O mən daha çox müştərilərimdən görürəm. Ona görə də belə bir qayda qoymuşam studiyamda müştərilərimə ki, yoxdur, yolum, kartı atın bunu. Attım. Eybi yox. Olur belə şeylər. Ona görə də bu yalanlar bizdə çox inkişaf edib. Zəhmət olmasa eləşim. Elədi, qulağımın dibində qorxdum. Sonra yorumlardan başlayacağım biraz. Çünki yorum yazanda dedilər ki, orada səsləndirməlisən, yoxsa gəlməyəcək. Avtobusda başımızın üstünə dayanan xalalar. Ən ağır mövzumuzdur bu. Yəni o xala yoxunu uzanır. O xalalar bilsiz nə fikirləşir? Mən avtobusa mindimsə bütün avtobus əhalisi ayağa qalxmalıdır. Yəni elə bir şey yoxdur. İndi burada cavanıq, bir vaxt gələcək hamımız dayı və xala olacağıq. Xala və dayı olacağıq, belə deyim. İndi deyəsə sən xala olacaq, yox xala olacaq. O xalalar bilsin nədir? Avtobusa minir, amma minməyin də bir tərzi var da. Məsələn, mən ayağa qalxmasam onu rahat göstərəməyiz. Bu daha çox avtobusda yox, metrolarda o bilinir. Bax, qapıda dayanmışsan, o bilməm baxmısınız yoxsa yox, adın səndir. O Ninja kaplumbağalarda var, liftin qapısı açılır birdən. Bax, xala elə dayan. Bax, xala belədir. Yəni başqa vaxt xalaya etsən ki, ay xala gəl bir də belə eləyən xala metronun qapısı ağzında belədir. O Amerikan futbolçuları var ya, belə taxırlar. Bir də onu taxmayır da. Yəni belə dayanıb. Qapı açılan kimi bu boyda xala ayağının arasında necə keçirsə, yəni hiss eləmirsən də. Firuzə boyları da balacadır. Və xala biraz o sənə toxunur. Sadəcə toxundu, sən artıq metronun çıxa bilmirsən. Amma sən ona biraz toxunan kimi yəni bilirsiniz nələr baş verir. O səsləri burada çıxaramıyorum çünki hal-hazırda xəstəyəm. Səs çıxarsam çox qəribə səslər çıxacaq. Yəni o xalalar, o xalalarda bir də balacaboy qızlardır. Buradan belə baxın. Balacaboy qızlardır. Məsələn, yaxşı da efendim. Belə bir şey var ki, oturacağım. Şimdi sıvıyırsam, o söhbətdə olmaz. Deməli, məsələ bilirsiniz nədir? Bu 1.50 boylar həqiqətən də qlobal məsələdir. Ona görə ortaya qoymuşum. Danışırsan, sənə sosial platformaların hər hansısa birində, yəni elə danışır ki, deyirsən ki, üz-üzə çıxan bunu məni öldürəcək də, yəni dərimi üzəcək mən. Amma üz-üzə gəlirsən, səsi də heç çıxmıyor. Yəni elə olur. Onlara ona görə yəni fikir verməyə çox. Nəsə biz xalalardan necə gəldik 1.50-yə keçdik, onu da bilmirəm. Mən yəqin yaralı yerimdir deyə. O gələcək. 2025-in trend və daha çox edilən tatuları tatuya gələn insanların psixologiyası. Çoxlar, hamı elə bilir ki, Azərbaycanda tatu elətdirən insanlar pis insanlardır. Yox, pis insan deyil. Niyə? Mən də tatularım var. Yəni, pis insan deyiləm məncə. İndi bilmirəm, pisləri də var, yaxşılar var, tatusuz da pisləri yaxşılar var. Amma tatu olunan insanlara bir inatmanın heç kimi baxırlar. Məsələn, girirsən marketə gecə vaxtı, Nərimanovdayım, məhəllə marketinə girdim. Bir dənə dayı var, dayı belə baxır. Dayı artıq Voldemort'a çevrilir də, başlasın, boyun falan çevrilir belə, falan da. Ki, kafir girdi içəri, yığışdırın. Məsələn, olur da, indi girirsən, danışırsan, uzun geyimsən, qolu biraz belə çəkirsən. Baxdı, sənlə söhbət eləmir. Söhbət qaldı yarımsı, çıxdı getdi ki, yəni bu kafir də. Hamı kafir kimi. Niyə biz əlhamdülillah müsəlman var şimdi tatularımızı. Trend tatular deyəndə bizdə şir, canavarın artıq nəslin tatuda tükəndirlər. Kimə baxırsan bir də şiri var, bir də canavar, amma elə bir ki, hamısında kamaz var. Elə bir haldadırlar, hal-hazırdır. Məsələn, bir müştərim var idi, gəldim. Burada bir də şir erkəyi. Burada bir de dişisi, burada bir de balası var, bir de burada bir de şirisi. Yani elə bir şirin nəsilləmə gelir. Yəni deyirəm ki, sadəcə sual verdim bana ki, niyə görə yəni şirləri doldurmuşsan?
Yani fiyaz olmuyor, beşir kimi oğlan. Bu tonda danışır da mən. Yəni, baxıram, mən kimi sistem şlangına oxşayır da, başa düşdün. Yəni, danışanda öyle da şir kimi oğlan da. Yəni, şir kimi oğlansansa, o şiri vursan da sən şir kimi oğlansan, şiri vurdurmasan da şir kimi oğlan. Canavar gəldi, deyirəm ki, niyə türkü? Yox, türkü. Ki, deyirəm, başa düşdüm, türkü. Yəni, canavarı vurdurmayanda türkü olmuşsa. Gəlir, qalışıb bir daha qolumda qəşəng bir dənə canavar tatusu var. Deyirəm, asimdə baxım, açıb baxıram, canavarın burnu o qədər uzun düşür. Yəni, aşağıda o qədər uzadıblar ki, əvvəlki masaya, təzə başlayanda eləyiblər də. Gözüm daltonikdir. Biri o tərəf aya baxır, biri çaya baxır. Tuzdura bilmirsən ki, bu canavardır, yoxsa nədirsə və qəribə bir varlıq çəkiblər ora. Bu da deyir ki, bizdə sənət anlayışı ümumiyyətlə çox qəlizdir. Məsələn, danışırlar ki, mənim, məsələn də, yeznəmin, bacanağımın 6-cı nəvəsi rəsmlər çəkir, falan danışır, deyirsən ki, abi, şöyle, qaç olur bu qolun. Gəlirsən, bir də baxırsan çəkdiyi rəsmə belə. Yəni, sənin rəsmini bəyənmir, ha, sən indi 14 il sənətdə bəyənmir, baxıram belə, yəni, məsələn, indi Angelina Jolie'ni çəkibsə, Niyamətli Musayev oxşuyur da, baxırsan, çox mükəmməl, eynisin, hop və gözlərini o deyir, kipriyinə kimi, kipriyə 3 dənə belə xət qoyur, başa düşdünüz, şeyə oxşuyur, kirpi tikanlarına oxşuyur, 3 dənə xət qoyur, deyir ki, çox mükəmməldir, o kipriyin dənəsinə kimi çəkib, o mükəmməl, amma bizim sənətimizi bəyənmirlər. Bizdə həqiqətən də o mizah anlayışı və yaxud digər şeylər o qədər fərqli yöndən inkişaf eləmişik ki, bizim inkişafımız gəlib bu elm tərəfə biraz az yansıyıb da. Başa oradan keçmək istəyəndə ani bir də döngü eləmişik, keçmişik. Məsələn, burada indi fizika oxuyanda bilmirəm var yoxsa yox, işıq sürəti daha sürətlidir yoxsa səs sürəti? Biraz deyə bilərsiniz. Biraz da yüksək tonlu deyək şu an. İşıq. Mən sizi, mən deməyim, bizim cəmiyyət onu səhv çıxarıb əslində. Yəni, istəsə teorisini də deyə bilərəm. Necə sizce? Yəni, bizdə səs sürəti işıq sürətindən daha tez. Belə bir şey deyim də, səs. Tıxacda qalmışsınız da. Mən də anlayarsın nə demək istəyirəm. Maşınla yol geçsən taksini. Gəlin bir daydaya fikir verirəm. Dayda fikir daydaydı. Dayda 2 kresoda oturum, mən qabaq kresoda belə yanakı oturmuşam da. Bir lovun qoyunca oturmuşam da. Dayda oturup söhbət edir. Dayda oturandan o qədər danışdı ki, daydan artıq bütün ailə problemlərini bilir. Gəldi bir tıxacda dayandıq, svetoforda qırmızı işıq yanır. Düzdürmü? Səs işıq deyir, sizə işıq sürətlidir. Qırmızı işıq yanır. O qırmızı işıq sönüb, yaşıla keçirir. Məsələn, olur da indi qırmızı sönür, yaşıl yanır. Qırmızı sönür, yaşılın yanmağın o qədər sürətli tuturlar ki, bunlar. Zəhmət olsun, telefonla siz. Qırmızı sönüb yaşıla keçəndə o siqnal səsi var ya. Bax, bir sən necə gözləyir? Dayda baxıram belə, bəli, buyur. İstə şakala zəhmət olmasa kasaya yaxınlaşın. O meyxana deyəndə 707 normal makaron şu. Bizim Şümşad müəllim bizim burada təşkilatçılarımızdan biridir. Ona təşəkkür edir, alqışlar zəhmət olmasa. O işıq sürəti bizim cəmiyyətdə svetofordan necə səhv çıxırsa, onu bilmirəm kim kəşf edib fizikada, yəni işıq sürəti səs o yaşıl işıq yanmamış ki siqnala basırlar ya. Məsələn, dayda belə gözləyir siqnalın şunu. Gözləyir. O qırmızı sönən kimi yaşıl yanmaq istəyir, biraz yaşarır ya orada ki, yansın da. İndi sürətə baxdı. Yanmamış, bu necə basırlarsa hamısı. Yəni, bu siqnalı bassan da o qabaqdakı gedəcək, basmasan da gedəcəklər. Sadəcə oturub dayda belə baxıram. Dayda necə basıbsa onlardasın. Belə titriyir də artıq. Az qala əli ruldan girəcək. Yəni, saxlayıb belə falan. Mən də daydaya baxıram. Dayda əlini bıraxanda belə. Gördün necə siqnalı? Otur burada, bayaqdan bunu deyirsən, öndə səs çıxmır da, arxaya verdi, deyirlər. Amma bu əşləri xatırlanırsan o. Burada danışılır. Orada danışılır. Ətrafımızda biraz insanlarda dediyim kimi B12 və digər vitaminlərin çatışmamazlığı səbəbilə belə problemlərin özü var. Buyurun bütün sesini. Şəbim var o. Hamı əsgərlik söhbətləri eşitməniz. Hə. Vulgarizmsiz qəbul edən. Vulgarizmsiz qəbul eləmişsiniz? Həsən məktəbinə deyil. Mən söz deyən adam, vulgar sözləriniz. Sonra gətir. Gəl. Deməli uşaqlar,
Universitet oxuyan neçə nəfər varsa bilmirəm. Əsgər gedən bilirəm ki, çox adam burada əsgər gedir. Əsgər arxadan bir əl qaldırdı adam ki, əsgər getmişim. O qədər əsgər getməyən var ki. Sən əlini salacaq, sən əli 2 ayın var. Deməli, universitet 4 ildə bilirsiniz, indi tibbi oxuyun bilmirəm. 4 il universitet oxuyanda hər il yay tətili gələndə necə olurdu? Yay tətili falan gedirik, əyləncə, istirahətə falan. 4-cü kursu bitirdim, diplomu aldım, yay tətili gəldi. Gözləyirəm ki, nəsə bir tətil havası gələ. Nəsə gəlmədi. Dedim nəsə yox, burada problem. Getdim İlqarla oturdum, ən yaxın dostlarımla deyildi. Dedim İlqar, nəsə yay tətildə amma o içindəki fərahlıq gəlmədi də. Üstündən bir 15 dəqiqə mesaj vaxt keçmişdi ki, bir dənə mesaj gəldi mənə. Sizi həqiqi hərbi xidmətli falan sizi çağırırıq falan ayın falan neçəsini. Mənə bir dənə buradan istixar gəldi. Yay vaxtında o hər gəldi bax burada. Yəni bildiyim, universitet bitirdiyim o məktub mənə gəldi ki, gəl, istirahətə gəlirsən. Gedirik istirahətə. Səni aparırıq Miami'də, Quş adalarına. Dedim gəlirəm. Nəsə getdik, içəri girdim. İndi bir dənə həkimin yanına aparıblar. Mən həkim arxasını çevirməm. Mən də dayanmışam. Arxasını çevirə-çevirə adam o qədər öyrəşib ki, belə soyun. Arkasını çevirib, bir tanımıram bu kimində. Yəni, bütün başa düşmədiniz. Yəni, soyundum, nə olar? Nəsə çıxartdım, bu söndü belə, baxdı belə ki, hər tərəf tatu falan belə. Onu kim gətirib bura belə? Çıxdı, sonra kimin yanında danışdı. Dedim, da, mən eşəyim öpdüm, nəsə eləyəcəklər. Nəsə gəldilər, ekspertizə gedir. O əsəri qoyarlar, ekspertiz apararlar, orijinaldır falan. Nə uzadırlar kuşetkiyə? Qolunu qaldırıb. Belə lupanla falan baxırdı. Aydaydı, kördü. Bu lup gözünü qoyur, deyir, yox, bu görmür. Bu gözünə lupa qoyur, deyir, yox, bu gözünü görmürdü, bu biri gözünə qoyur. Yarım saat elə baxır, mesela baxla. Dedi, bunları niyə eləmişsən? Dedim, ustayla tatu ustası, yəni. Neçə deyir tatunda? Dedim, dəyişir qiymət. Dedim, neçə edirsən? Dedim, dəyişir. Dedim, bu neçə edirsən? Dedim, falan qiymət. Yox, yaxşı qazanırsın, yaxşı qazanır. Dedim, sağ ol. Nəsə, oradan məni başqa birinin yanına göndərdi. O daha psixoloji, o deyəsən psixiatriya göndərdilər mənə ki, baxaq, bu uşağın psixologiyasında problem var, yoxsa yox. Getdim, mənim psixologiyam yerindeydi, orada mənim psixologiyam pozuldu. Girdim, bir də qadın da içərdə oturub, amma qadın bilsiniz, o katil bebek Çakıya kim baxıb? Katil bebek Çakıya oxşayır. Qadın bax bilən. Yəni, əsr qabağımda az da çağıracağım ki, bu nəsə insult falan keçirir, bu gəlin götürür məni. Hə, evet. Montajda düzəldər, özüm ayrıca stream çəkər. Nəsə, xanım tüstürür qabağımda, belə, dedi, elə bilim, insult falan ki, sudurma falan gedir. Sonra bazıda çağıracaqdım ki, gəlin, dedi, onun normal halıdır. Nəsə, məni atdılar belə içəri, qapını da bağlı, şap qapını kilitdədilər, qaldıq bundan qapını içəri, sonra, belə, yəni mən heç belə soyun deyən heç kim olmamışdı. Dedim, niyə? Belə də yapmışam, dedim, niyə? Bir soyun baxacam sana, dedim, yox, olmaz, yox, belə, soyun. Dedim, niyə baxmalıyam, görüm bədəndə nə var. Nəsə, soyundum, axtarı, Pirişka baxır, deyir, çapıqdır, özü bıçaqlamışsın, ya, deyirəm, nə, Pirişikdir o. Nəsə, tatuları falan, ya, neçə dənə tatım var, deyirəm, 11 dənə, indi 12 dənədir. 11 dənə baxır belə ki, sən niyə tatu elətdirsən? Nəsə, mənalarını soruşurlar, bu gözündə, deyirəm, İlqarın gözüdür, bu nədir, bu filan şey, bu filan şey. Gəldi, mənim burada bir dənə mənim hörümçək tatum var, ilk dəfə tatuya başlaydı, İlqarın eyni yerdə bizim tatumuz var. Onu görmədi. Dedim, 11 dənə tatum var, nəsə, 1, 200 falan sayır, 10 dənə çıxır. Mən sayıram 11 çıxır, bu sayır 10 çıxır. Yarım saat əlləşmişim, mən sayıram bu sayır. Elə bir şəriki obyekti işlədirik, indi mühasib axşam açıldı. Bu pul sayır, məsələn 100 manat çıxır, mən sayıram 150 manat çıxır. Nəsə say düz çıxmır, say düz çıxmır. Axırı qaldırdım ayağımı, dedim, bax, burada da biri var. Nəsə, onu da gördüm, bir oradan da yola çıxdıq. Hər şey təmiz sənədi falan almışam, çıxmışam. Gəldi, indi gözləyirik ki, nə vaxt tarix gələcək ki, aparılır. Və gəldi, o mənim saçım buradan idi o vaxtlar. Gəldi, mesaj gəldi, sağ olsun, o xeyirli mesajımız, dəvətnamə gəldi ki, gəldi, sizi gözləyirik, tək gəldi, burası ailə bir gəl. Gəlin, qəşə günlər keçəsiniz. Demək heç bir şey. Saçımı kəstirdilər. Saçımı kəsəndə mən də indi başdan biraz normal deyiləm, qulaqlar falan, çənə falan. Saçımı kəsdirdilər, mənim başım Simiskaya oxşam. Mən əsgərdə hər dəfə lağa qoydular, Simiska başlayırdım.
Nəsə saçımı falan kəsdirdilər, elədilər. İndi insan ab-havaya düşmür də. Yəni fikirləş ki, sən 22 ildir azad həyatda yaşayırsan, birdən-birə səni götürürlər orada. Yəni ayrı bir planetə atırlar da. Amma bilirsiniz mən nə vaxt çatdı ki, mən artıq əsgər edirəm, mən artıq geri dönüş yoxdur buradan. O ki, mindirdilər mənim maşına. Ora kimi yapışırdı. Niyə? Çünki hamı oradadır, video çək, qardaşın orada. Video çəkir, sən yapışsan, pəncərə rezerv edir, uzun atırsan falan. Artıq o 10 metr gedir, insanlar gözdən itdirir. Bir də belə çönürsən, baxırsan ki, hamı kişi və hamı da bir qəribə ab-hava transda da hamı uçub. Yəni yoxdur ki, biz hara gedirik. Nəsə bizi apardılar. Mən Nefsala şəkilləşirəm. Bizi apardılar Səliyana. Göstərim. Bizi apardılar Səliyana. İndi yeni dostlar edinmişik falan. Orada qaynaşmışıq falan. 4-5 saatdir bir yerdə. O və marketə giririk. Biz əskərik, bizə yemək verin. Xala oradan çörək arası qalmasan doldurup pulsuz verir. Nəsə yemək yedik. Biz söhbət düşdü TikTok videolarından birində. Dedim, bir də video var. Gözlə səni göstərim. Deyəndə əlimi atdım, görüm telefon yoxdur. Orada artıq mənə danq elədi ki, yox, bu artıq o məsələdir. Bu tamam başqa bir məsələ. Nəsə biz indi qaynaşmışıq avtobusdakı uşaqlarla hamısından. Gəldi, bizi böldülər. Necə böldülər? Yəni birimizi ora tüpürdü, birimizi bura atdılar falan. Yəni o qalırsan da belə ki, o görüşə bilmirsən, apardılar, o bağıra aparmayın falan belə. Apardılar hamımızı bir sərimizə, o qapıdan içəri belə bizə necə o maxələ gülə-gülə atır. Gəl, yeni gələm, yeni qurban falan atdılar bizi içəri. Nəsə məni apardılar. İndi gedənlər bilər, oraya gedəndə heç tibbə gedirsin yoxlanışa. Getdi tibbə yoxlanışa. Dedilər bir iğnə vuracaqsan. Dedim nə iğnəsi? Dedilər deyə bilmərəm amma bir iğnə vuracaqsan. Bir dənə iğnə çıxartdı bu. Dedim mən atsız adamım, yəni başa düşmədim. Bu nə iğnəsi? Dedim narahat olma. Nəsə o iğnəni mənə vurdum. Onun etkisini 2 həftə sonra mən bilmirdim. Nəysə. Yox, başqa. Onun etkisi mən 2 həftə sonra başa düşdüm. İndi burada xanımda başa düşməz. Əsgəri tamam ayrı bir dünyadır. Yəni 2 həftə sonra başa düşsən ki, o iğnəni sən niyə vurulmuşsa, ondan sonra gelib soruşsan, deyir ki, ona görə belə. Yəni düşmüşük artıq elə bir mühitdəsən ki, sən çox qəribə bir situasiyadır. İlk getdiyin günlər hamıya baxırsan belə qəribə orada. Artıq psixologiyası pozulmuş. Yəni fikirləşin ki, mən indi 1 illiyəm, 365 gün, 548 sayam var və onun 100 günü qalır. O da stresslədir, bilmir ki, neynəsində. Yəni boş əskər dolu silahdan təhlükəlidir söhbəti həqiqətən də doğrudur. Yəni burada aramızda hərbislərdə və Allah bütün hərbislərimizi qorusun. Bütün hərbislərimizdə bir alıb istəmət olmasın. Yəni o boş əskər var boş əskər. Yəni ağlınıza gəlib gələ bilməyəcək, kitablarda, romanlarda, internetdə, hər hansı Wikipedia'da oxuya bilməyəcəyiniz bütün fantaziyalar, o süzgəci var. Bax, onun ən dərinini bilən insan, varlıqdır. İnsan da deyil, artıq o varlıq o. Yəni, elə bir fantaziyalar çıxır ki, mən orada yəni fantaziya olsun deyə tualetdə çörək yiyən görmüşəm. Yəni, fikirləşin, elə insanlar olur artıq orada. Yəni, oturursan belə, oturmuşsan 4-5 əsgər yoldaşından, hamı fikirləşir ki, neyniyək? Neyniyək ki, özümüzü zibilə salaq? Yəni, heç kimsə eləmir, sakit oturmur belə. Neyniyək ki, biz özümüzü zibilə salaq? Fikirləşir. Deyir ki, bu binaya bir də dırmaşa görə hansımız tez dırmaşa. Binaya dırmaşsın artıq bekarsılı. Elə şeylər olur. Ona görə də əsgəri boş saxlamırlar. Yəni, orada sistem nədir? Getdin, işləyirsən, işləyəndən sonra gəldin, yemək yedin, yatdın, budur. Nəsə, məni and oldu, sağ olsun, and içdirdilər bizi. And içdirəndən sonra gəldilər ki, artıq kəbinli sənətli sünətli, qəşək kəbinli arvad olduz bir də. Xoşbəxtçiliyi verdilər, səhərsi gün ər gördü falan, orasını falan detallı girməm, o toy axşamı falan, biraz qəribə hadisələr baş verdi. Nəsə, gətirdilər, indi böldülər bizi, mən də çox böyük bir vəzifəli insanın yanına verdilər. Yəni, o izləyəcəksə məni çox təşəkkür edirəm, çox gözəl insan oldu həqiqətən də, o bizim hərbi sistemli ordumuzda elə insanlar olduğuna görə mən qürur duyuram ki, elə insanlar var. Deməli, verdilər, bu insandır, bilsin necə bir insan, çox idmanla məşğul olan insandır, bayağı bir insandır. Yəni, insan yer yanında uzaqdan o səsi eşidirsən də, bəzi səslər var ki, ondan hiss edirsən ki, bu gəlir də, artıq istəyirsən ki, dayanasan belə ki, bu gəlsin keçsin, elə bir insandır. Deməli, bu insan köməkçisi olacaq. Necə köməkçisi olacaq? Yeməyi, suyu və ya digər işlərində mən ona kömək eləyəcəm də. Yəni, belə deyim, bütün onun otağında falan lazım olacaq işlər görəcəm və çox vəzifəli bir insan deyə onunla diyalog qurmaq, qarşısına çıxmaq, gözünün qabağında dayanmaq qəti qadağandır. Mən də bunu sonradan tatdım. Deməli, ilk günlərimdir. İndi bilmirik də yeni gəlmişik insan olarak nə olar ki?
Çağırdılar ki sizi qəbul otağına çağırırlar. Dedim mən nə olur? Qalxdım qəbul. Qapını döydüm. Ayağa qalxdım üzüstü. Qapını döydüm. Kimsə dedi gəl. Qapını tuttum, dartdım, qapı getdi də təzən yeni. Bəli. Gəlirsiniz? Hə. Qapını dartıram, qapı gedir. Qapını dartıram, qapı gedir. İndi döymüş amma dedilər ki, qapını dartıram, qapı gedir. Yəqin var onlarda belə bir sistem var da, qapını dartır. 3 dəfə qapını açıb bağlamalısın, sonradan açılmalıdır. Qapını dartır. Nəsə axır buraxdım, bezdim buraxdım. Qapı birdən açıldı. Belə qapı açıldı. Mən uzun boy adamım da, mən orada oldum düzdüm. Yəni qapı açıldı, bir dənə kəmər gördüm. Bir dənə kəməri gördüm, ayrı sadəcə. Kəməri gördüm. Belə baxdım sinəsi başına çatanmır. Belə baxdım qapının arxasında gördüm bir nəfər var. Amma burada o qədər ulduz var ki. Özü çox böyük bir ulduz var. Yəni ruh bədəndən qaçma söhbətini bilirsiniz də hər halda da. O bir siz necə olur? Mən onu indi mikrofona göstərməyəcəm, ümid eləmək eşidirsiniz. Yəni fikirləş ki, lotu dayanmısan, təzə gəlmisən də. 1.50 boyundakı qızlar kimi danışdın. Doğrudur. Yəni o 1.50 qız orada artıq mən oldum. Məsələ bilirsiniz nədir? Yəni dayanmısan belə, indi lotu təzə gəlmisən, bu havadan çıxmamısan. Dayanmısan belə. Qapı açılır, bir dənə remen görürsən. Qaldırırsan falan. Belə bir insan var orada da. Çox böyüdü da. Başa düşünün. Elə bir insan retki çıxır da qabağa. Və o mən qabağıma çıxdı. Yəni baxdım belə, çəkildim biraz arxaya. O ruh bədəndən qaçırıb, bu ayaq qaçdı. Artıq onun qabağında belə dayanmışam bax. Belə dayanmışam, əsirəm, ürək dalağı tapan bir içəridə. Ki, sözləşələr ki. Yəni biz neyinəyək də? Beyinə qan işləmir. Ürək qaçdı, ruh qaçdı bədəndən, yəni ürək də getdi. Artıq bizə necə ağlamaq istəyirəm, ağlaya da bilmirsən axı qabağında. Baxdı belə, deyir, bala, səslə qalın, onun səsini çıxaramır. Bala, açılmır, niyə dartırsın? Dedim, nə? Yəni adam o qədər zəhimli biridir ki, görən kimi ağlamağın gəlir də, başa düşünür. O atadan axır da, o başa düşünür. Elə bir şey oldu. Birinci dejavumuz pis oldu, yəni görüşümüz ondan pis oldu. Nəsə ondan sonra indi bu insan da həqiqətən dediyim kimi gözəl insan idi. Demişdi ki, yəni mən nə alıramsa alım, özüm üçün yeməyi, onun 50% əsgərə verin. O da yesin. Həqiqətən elə bir insan, gözəl qəlbli bir insan idi. Nəsə bunu mən demək olmaz axı da. Yəni fikirləş ki, əsgər at, səhər nə verirlər 20 qramlıq yağ, bir də cem yuxulu olur. Heç bilmirsən, cemin qabını yeyirsən, cemin özünü yeyirsən, bir tane bir də yeyirsən. Bir stəkan da çay verirlər, dəmir stəkan. İndi görənlər, əsgər yoldaşlarımdan burada dəstək gələnlər var. Təşəkkür edirəm Zeynalabdin Kaya və İmanquliyə Vasəb, sağ olsunlar. O stəkan var ha, dünyada gördüyünüz ən isti bir maddə mi deyim, var bir şeydir də, yəni o stəkan çay içində soyur, stəkan soyumur, elə bir şeydir. Yəni stəkanı götürürsən, belə ata, yəni o çayı içə bilmirsən, turbuçka da salıb içə bilərsən, o çay soyuqdur, amma o dəmir stəkan soyumur. O çayı da yarısına qədər içəndə artıq qoq, belə bir şey var, qalxırsan gedirsən. Məsələn, bizi qaldırdılar, apardılar, ikinci dejavumuzla yaşayacağıq. Az gəlmişəm, səhər 5-də qalxmışam təsəvvür elə. Gördüm içəridə görmədiyim bir şey var. Belə qutu var bir də. Yəni əsgər də dediyim kimi də boş buraxdım, başı qaçır. Yəni getmişik, gördüm nəsə çox gözəl bir şirniyyəti hissi gəlir, amma çox fərqlidir də, bu yediklərimizdən deyil. Gördüm belə bir qabı var, belə sandıq kimi bir şeydir. Gəldim sadəcə uzunluğunu belə açdım. Gördüm içində bir qoğal var. Qoğal deyir ki, ye dəm o. Nə ola, yalvarır ki, sənə yemən. Elə bir qoğaldır, acam. Dedim, 50-50 deməmişdim. Mesela kəsdim yarısını götürdüm. Mən nə bileyim bu başqa cürədir. 2 dənə alalım, birini ona verdiyim işte. Mən də 50-50 də yumurta 50-50 yarısını dörür, yarısını dözmədim, yedim. Necə götürdüm, qoydum qabağıma. Köməkçisinə oturmuşuq, deməli qapı arxadadır. Arxada bir qapı var. Köməkçisinə oturmuşuq. Necə eşirəm? Yəni elə bir yemək tərzi yoxdur. Açsan 200 dəqiqə vaxtın var, onu yeməlisən də. Yəni necə yeyirsənsə arada salfetka falan da yedirib fikir vermirsən də. Yəni yeyirsən. Belə başımı qatıb yeyəndə gördüm köməkçi qarşımda oturdu, qarşı-qarşı yemək yedik. Belə yemək yeyəndə gördüm ki, köməkçi dayanıb belə. Mən də oturmuşam axı. Belə bizdən necə arxadan bir də kölgə gəlir, kölgə gedir, otağın ən axırına kimi gedir, hətta divara da qalxır belə, o kölgə qalxır edib. Divara da qalxıb, sadəcə ürək eləyə bilmirəm axı arxaya baxmağa. Sadəcə hiss edirəm ki, arxamda nəsə böyük bir cisim gəldi, devamlı. Elə bir Əzrail gəlib dayanıb arxamda da, başa düşdünüz, nəfəsi boynuma deyil. Belə
Döndüm yavaş-yavaş baxdım, yenə bir kəmər gördüm. O kəməri artıq tanıyıram. Bilirsən, o kəmərdir. O bu. Parıldayıb kəmərdən özünü görsən, kəmərdən özümü gördüm. Yəni ruh qaçdı yenə bədəndən. Nə başa gördüm, ağız da doludu, fikirləşdi. Yəni belə dayanmışsan, indi dayanmamışam. Belə baxdım, qaldırdım, çatanmadım. Biraz da belə baxdım, gördüm, bu. Bu da mənə belə baxır. Qalxdım qabağında, ağız dolu baxır. Dayanmışam belə. Nə ala gedir yemək, nə uda bilirsən, nə də çıxıra bilirsən. Hə, başa düşdün? Bu insanın qarşısında dayanmışam. Gəldim, hə, əlim belə elədi, müəllifi eləmədim. Əlim belə elədi, başımı çevirdi belə. Dedim, yəqin ya öpəcək, ya şapalaq var. Ya ikisindən biri də. Xoşuma gəlməyə başladı. Başa düşdün? Həmin belə tutdu, çevirdi onu. Çevirdi, əlini atdı boynuma. Dedim, yox, bu başqa məsələlər. Bu işlərin rəngi dəyişir hocam. Belə elədi, istədim mən qucaqlayım da birinci bunu da. Başa düşdün, açdım özümü falan. İndi romantik avustum olsun. Belə elədi. Bu nədir qulağımın dibində kimi yazmışsın? Dedim, nəsə deyəmirsən, ağız doludur. Yəni danışsam, o oğlanla o içəridə yumurtanın eşqi var. İçəridə biraz sarmaş var. Başa düşdün? Yəni o... Səsim gəlir? Gəlir bir. Hə. Oradan yox, buradan. Burada da bir mikrofonumuz var. Hə. Yəni o ağızda yumurtanın o qoğalın bir ahəngi var da, başa düşdün, hamısı gedib bir-birinin içine. Mədədə artıq o təzə gəlmiş şokolatı yumruq falan atır ki, mən gəlmişəm birinci, elə bir ortamdasan. Bunu da yazmışsan boyunca bilmədim udun nə var. O yemək ağzında yoxa çıxdı birdən mənim. Başa düşdün? O yemək qorxdu qaçdı. Dedim ki, artıq bir sudurla keçirəm, başa düşdün. Sən demirəm, nədən belə yazmışsan? Bu dediyizə artıq mən daha çox qorxuram. Başa düşdün? İnsan gəlir, üstüvə gəlir, sən arxaya get. Gəlir üstümə, mən arxaya gedirəm. Gəlir, divara dayanmışam, gedəsi yerim yoxdur. Artıq başa düşdün? Dayanmışam, gəlir belə sinir. Aramızda 15-20 santim məsafə var aramızda. O 20 santim mən çox yaşadım əsgərlikdə. Danışacağım indi. 20 santim məsafə var. O deyirlər, o lotda gəzən oğlanlar var. O 20 santiyə get görüm nə olacaq. Yəni o 20 santiyə gedirsən, ətrin qoxusundan bilirsən ki, bu artıq başqa bir insandır. Yəni çox qəribə bir ətr sənə şapalaqlayır da sadəcə. Nədir bu yazımsan bu oyunu? Nə yazmışsan? Artilleriya yazmışsan bu oyunu. O adam o qədər hərbiyə kafanı takıb ki, artmanı artilleriya oxuyur. Başa düşdü? Dedim, cənab filankəs, artman nədir? Bilənsi, dedim, rəssam belə. Nə vurmadı? Yəni, o hala düşürsən. O hala düşür, o da qorxdurursan. Yəni, mən bu söhbət danışan tərləyirəm, fikirləşim də orada olana nə tərləyirdim. Yəni, o arıq gəlmişdim, o da tərlədiyimə görə ki, arıq gəlmişdim. Yəni, o stres mən öldürmüşdü orada. Dedim, incəsənət adam deməkdir, rəssamdır, rəssamlıq akademiyasına xoşum. Bıraxdım özüm. Ondan sonra yadıma gəlmir. Nəsə, mənə götürüb deyiliblər falan. Artıq bu insan keyfi olmayanda gəlir məndən məzələnir. Billah qorxuram. Gəlir məndən mənə qorxucu. Nəsə, ikinci dejavumuz da pis oldu. Dedim, atalar üçləndi. Yəni, üçdə çox 100% biz bundan romantik ortam yaşayacaq. Nəsə, üçüncü dejavumuz necə oldu bizim bunun? Mən çöldəyəm. Bu insan da səhər saat 8-də gəlir, hamı qarşıladı, içəri keçdi. Bir də axşam gedəndə çıxıb gedir. İzzat falan olmasa, səhər gedir, axşam çıxan bir insan. Artıq təxirsə az qalıb yay ərəfələrdir. Mən nə bileyim ki, bu insan pislikada çay içəlir, açıq havada, təmiz hava. Kirləş papaq 12 barmaq peradok yuxarıda. Manjetlər yığılıb, bura kimi şort eləmişəm şalvarı. Yəni, bizən nə haldayam, elə gəlirəm, ağzımda da oxuyuram ki, hansı mahnı oxuyurdum ayarlı? Şey oxuyurdum, çatı batıma xəbər gəlir dalımca, əlində lom nətər gəlir dalımca deyəndə gördüm, elə bir əlində lom atamı gördüm, qalom. O qorxarsan, o qorxu, bir orada yaşayarsan, bir də burada yaşayarsan, başqa yerdə o qorxunu yaşamayarsan. Yəni, gəldim, sən də bu adam çayın içib, kulilikdə, fikirləşin belə bir tim var, burada kulilikada mən də buradan gəlirəm. Kulilikada siqaret çək. Gəldim, çatı batıma xəbər gəlir dalımca, belə elədim, belə kimə xəbər çatır? Artıq sən necəyəm? Tindəsən, beləsən də, düz deyana bilmirsən, buradan bura gəlmir. O anda bizə hansı mahnı gəlir? Sən oradan bax, mən buradan. Ya, o mahnı girdi ortaya. Kimə xəbər çatır, belədir? Düz deyandım belə, bunun bir fasonu deyirsən, plajdasan sən deyir. Mən dedim 100% bu dəfə Fərəv adamda uzaq deyərlər, öldüm mən, öldürəcəklər 100%. Vaxtı belə qolumu qaldırdı bir səfər, qoluma baxır.
Saldırdı belə, qaralmışam, tatlı da bilinmir də. Yəni tatlının rəngi sol. İsa belə idi, İsa da belə də, yəni təsəvvür olunur. Yəni o vəziyyət. Yəni tutdu belə artıq olma istəyirəm ki, buradan kəsən buraxam buna ki, götür mən gedim də. Tutdu belə əl var ha, əllər getdi, əl öldüm də. Yəni bu belə əli düz tutdu, belə sıcaq. Əli bəlkə tutdu, belə deyib. Buna da sıçırsınız, belə nəsə danışır. Amma çox pis danışır da. Yəni necə danışırsa o ruhu saxlayamırsan. Ruhu deyirsən gəl bura, yox mən qaçsam, gəl bura mən bədəndən çıxır, ət olur bədən. Slime dönürsən. Bu nədir qolumda ki, indi gəl cavab verir. Bunu sonra yola vermişdi. Dedim gələn səfər sildirib gələcəm yox. Doğrayacam özüm. Bu nədir? İzah eləmək istəyirəm. Axı indi fikirləşəm tərəfdən ki, bu insan indi hərbi düşüncədə olan insanı sevməz. İndi İsa falan və yaxud da burada qəribə şeylər. Dedim, simbolik olan bir şeydi. Mən özüm indi sənət adamıyım da bilirsiniz. Sadəcə dekor olsun. Nə olsun deyə. Belə olursan da. İkinci sualda artıq deyirəm, vermə də olsun. Danışdım indi. Yarım saat danışırsan, izah edirsən. Nə? Demə də, bu nəyini demə mənə. İkinci səbəb sual vermir. Zorla o qəhər, bu həyəcan gəlir bura bəzən. Sözü gətirmək üçün çıxmır. Qalırsan elə. Bir qara basanda olur, bir həyəzanda olur, bir də başqa yerdə. Yəni o qəhər buradadır. Burada da bilmirəm. Tutub qolumu bu nədir sual verir. Nəsə izah elədim falan. Qolumu buraxanda qolumda burada bir də əliz var idi də. Sadəcə iki barmaq var idi. O bir barmaqla yer ala bilməmişdi. Bura kimi bir şey fikirləşir. İki barmağı sadəcə yerləşmir. Qolum o qədər nazik qalmış kəndi. O bir barmaqla dəyməyə heç ehtiyac yox ki. Buraxdı üçünüzdə də mən orada. Yəni mən gəlmişəm indi oturmuşam. Yoxsam da dünyada elə bir şeydəsən. Nəsə dördüncü decavumuz biraz yaxşı oldu. Dayanmışam tində sigaret çəkirəm Kurilkada. Bu gəlirmiş, mənim də xəbərim yox. Sigareti necə çəkirəm? Sigaretin yerində bip deyərsən. Bipi necə çəkirəm sizə? Bunun nə mənim nasıl oldu? Bip nədir? Bu kəmən işlərə baxsın. Buradan salamlayıram hər birinizi. Mövzu başqadır, ya başqasından danışım. Bipi necə çəkirəmsə elə bir belə də olmalıdır. Çöndür bir də belə baxdım, gördüm oradan kimsə mənə bax. Ama çok böyük bir insandır. Belə dayanıb belə baxır da. Bilmədim o sigareti hara atayım. Sigaret nə yerə düşdü, nə də bir şey. Amma sigareti yoxa çıxdı. Yəni elə bir şey oldu. Belə elədim mən. Ki, yəni gəl mənasında eləyir. Belə elədi. Mən tutmadım temanı ki, bu nə deməkdir? Gəl bura. Belə eləyir. Mən arkada da köməkçiyəm. Köməkçi cırılır gülməkdən də. Baxıram köməkçisinə belə deyir, get də yanına. Demədim, gəl qıraq, demə boş ver. Necə qaçdımsa yəni o... Sanatçı. Bəli? Hani deyərsin sanatçı. Hə. Salam gəlməzin, necədir? Hə. Yəni aramızda belələri də var, bilirəm. İndi burada hamı şey danışmasın. Yox, mən kişiyəm, evdə mənə sözüm kesin. Yox. Elə bir söhbət yoxdur. Heç bir yerdə elə bir söhbət yoxdur. Bunu çox gözəl bilirsin. O mənim deyən oğlanlar var ya, o kişinin sözü keser deyən oğlanlar var ya, o qapıdan girəndə bir sən necə deyir, ayaqqabılarını çıxarıb belə qoyurlar ki, söz gəlmez, necə duymadı, qanın yerə tökməsin, yəni elə olur. Yəni qadın-kişi münasibətləri bizim qadın-kişi münasibətləri yox, daha doğrusu qadın-kişi bərabərliyi deyilən bir şey var ki, onu hər dəfə dəstəkləyirlər, bizim bəzi feminizm adı altında gedənlər dəstəkləyirlər. Qadın-kişi bərabər deyil. Heç vaxtı bərabər ola bilməz. Yəni bu məsələ bizim nədir? Bax, indi burada kişilər qadınların daha çoxdur da. Kişi beyni bizim nədir? Kişi beyni 5 yaşa qədər böyür, onunla özünü dərk edənə kimi. Məsələn, xırdakı buradan yeri falan. Ondan sonra kişi beyni qaldı. Qadın beyni isə daim bir mexanizma fikirləşin. 5000'lik puzzle. Hər dəfədə yeni bir şey çıxır da, bir qurması çıxır. Şimdi bir tane top getirin buraya, atım ortaya, kişiler olanlar yapacak, o top ortaya düşəcəklər. Yani bu belədir. Yani o qadın olan beyin ortamaz eləməyəcəklər. Yani bu kişi beyni 5 yaşa kadar, maksimum 5-6 yarıma kimi yani inkişaf edir, ondan sonra da inkişaf edir. Kadın niye beyni inkişaf edir? Uşaqlıqdan falan artıq başlayırlar ki, bak gör, hara geçti falan, artıq beyin işləyir yalanlar. Yalanlar ve yaxud da bəhanələr uydurmağa yavaşlayır. İndi qadınlar burada özünə mənə düşmən bilməsin. Yəni bu sadəcə söhbət deyil işte. Düşmən bilməsin güzəlmə. Yəni fikirləşin ki,
sən söhbət edirsən bir qadınla. Mən ən çox qadınlarda sizinlə maraqlıdır. Gözü istəm. Artıq qorxudan şeylə bu bağışlayan şey olur. Abi Nemesi oxşar. Ha? Hə, onu da şeydir. Qadınlar mən bizə çatmır xanımlar. Yəni bilmirəm bunun izahını verə bilərsiniz yoxsa yox. Bir qadınla söhbət edirsən. Məsələn, salam necəsən, sağ olsun necəsən, nə edirsən? O ki belə dayanıb baxır sana. Elə bilirsən ki nəsə oldu da. Deyir, sən mənim paltarımı niyə tərifləməliyim? Yəni hələ şeydəsən, salam salam necəsən, nə edirsən bugün ondasan, hələ ona girməmiş. O trip var, bir sən necə gəlirsən, hələ xəbərin olmur da, qalırsan belə ki, yəni nə bu hardan gəlir? Sən mən paltarıma niyə yaxşıdır deməlidir? Paltar da bizə nədir? Hər dəfə qırmızı geyinirdi. Bu günləri biraz qırmızımtıl geyinir. Öyle düşünün. O tutmalısan. Saçdan 1 milli azaldı. İndi bizim burada dəyərli saç ustalarımız var. Onlar çox yaxşı bilirlər. Saçdan 1 milli uzandı, sən onu tutmalısan. Yanında xətkeş gəzdir. Yəni mümkün yoxdur. Bildiyin bitirip yiyirsən. O da niyə? Məsələn deyirsən ki, saçın nə qəşəng olur. Bu günləri hörmüsən. Mən bilməyənləri deyim. Deyir, yox hörməmişəm, azdır kəssin. Yəni orada bir problem yaşayırsan və yaxud da bilməsən də nədir problem? Gəlirsən, sən məndə dəyişiklik görməlisən, mən sevmirsən falan olur. O da nədir məsələ? Saçın bilə bura atır. Hər dəfə belə gələn xanım saçın bilə bura atır. Yəni mən ona niyə fikir verməliyəm? Və yaxud da gəlirsən sual versən ki, məsələn, indi oturmuşsan bir yerdə çay içdin, nəsə içirsən başqa yox. Deyir, yoxdur, sən hə, yaxşılar. Sən mən niyə dirəşmədin ki, bəlkə mən nəsə istəyirdim. Yəni sən deməsən, mən necə bilə bilərəm axı sən nəsə istəyirsən. Bu səhvəmsə kişilər desin, bəylərimiz desin ki, səhv deyirsən. Səhv deyirəm? Demirəm? Hə. Yəni səhv deyirəm, demirəm? deyirsən. O qorxularına heç bir demirəm. Ama bu qorxularına... O deyir səhv deyirsən, çünki yanındadır xanım. Bəli. Mən bu sənətə başlayanda nəzərimdə tutdum ki, yəni mükəmməl insanlar gələcək, yəni pul verəcək falan. 10 manata məndən tatu istəyən oldu. Yəni adam deyir ki 50 qram boyan gedəcək, 50 qram boya 250 manatdır. 50 qram boyan gedib trip atır mənə. Deyirəm ki mənə niyə trip atırsan? Bunun qiyməti budur da qardaş, sən niyə belə istəyirsən? Yəni burada mən müştərilərimdən də var aranızda, bilirəm o qiymət salımı bizim cəmiyyəti çox qəribə inkişaf edib. Yəni gedir ayaqqabı almağa, qaldırır belə qiymətinə gedir 60 manat, 20 manat verirəm sən. Koydu ortaya çıxdı getdi. Yəni bu alış-veriş deyil. Axırda qıraqda da gördün qiymətini necə saldım. O qiymət salmını uğradın sən onu. Elə bir şey. Mən bunu məsələn bizim bir yaxınımız var, ondan bilirəm ki 12 manatlıq ətri deyir sənə 3 manat verəcəm. Yəni belə deyir. Deyir ki sənə 3 manat verib bunu götürəcəm. 3 manat da verir də kassada qalır. Deyir ki baxır ona ki 3 manat verir çıxdı getdi alır. Yəni bizə qiymət salma belədir. Tatlıda deyir, bunu neçəyə deyərsən? Deyirəm ki 120 manatı da məsələn. Aşağı yeri var, deyirəm ki siz nə qədər büdcə fikirləşmisiniz? Deyir 20 manat. Yəni aşağı yer deyil artıq, bu mənfi yerdir də. Yəni bu 20 manata olmur. Qiymət salma bizə çox qəribə inkişaf edir. Və burada normal insanlar gəlmir həqiqətən. Yəni tatuya gəlib iynəni çıxaranda ürəyə gedən adam görmüşəm ki, mən niyə iynənə mi eləyirlər tatu? Yəni fikirləşin ki iynəni belə çıxarmışam, söndüm belə, qız bir baxdı belə yıxıldı. Yəni niyə yıxıldı falan, o yatdı, niyə mən iynədən qorxuram. Yəni bu iynə nə olur? Uşaqlar, dəri altı bir şey. Ağrılı deyil. Yəni bu iynə olan bir şey. Çox belə başıma qəribə hadisələr gəlib bu sənətdən həqiqətən də. Yəni bizim sənətimiz çox çətin bir sənətdir. Rəssamsan deyirsən ki, məsələn, uşaqlıqdan deyirlər, deyirsən nə olasan böyüyəndə. Bizdə o bir də nə olasan böyüyəndə söhbəti mənə çatmır. Yəni mən böyüyəndə nə ola bilərəm ki, yəni rəssamsan nə olasan fırça olasan. Elə bir şey. Bizim əsərəsindən bir gün rəssamlığımıza görə Şuşaya apardılar. Bir arkadan deyir Şuşanın şuunu danış. Onun çox qəribə bir xatirəsi var orada. Danışıb səni biabır edəcəm. Deməli, bizi apardılar Şuşaya ki, Şuşada siz rəsm seçməsiniz, bizim dəyərli rəssamlarımız. Məsələn, Şuşaya getmişik, qızlı oğlanlı. Və bizə bir otel veriblər. Bir blokda qızlar qalır, bir blokda oğlanlar qalır. Gecə vaxtı oldu, gecə vaxtı olanda bilirsiniz də oğlanların beyni gedir. Yəni necə gedir? Beyinsiz yaşayırlar. Yəni başqa şey başa düşün. Beyinsiz yaşayın. Biz də dedik ki, gedək indi öz dostlarımızla gedək oturaq qızların otağında çay falan, simiska falan hamımız oturaq, söhbət edək, Uno falan kart oynayaq. Məsələn, biz getdik. 4 nəfər oğlan getdik. 4 nəfər, yox, 3 orada, 2, 5 nəfər oğlan getmişik, otaqda cəmi 2 dənə qız var. Bizi aparıb ora.
Ortam çok qəribə bir ortam var. Yəni 5 dənə oğlan, 4-5 dənə oğlan oturub 2 dənə də qız un oynamağa çalışır. Oynaya da bilmir çünki iki qızın da ikisi də 1.50 idi və trip atırlar. Yəni bizdə ora icazə yox idi ora girməyə. Məsələn, qızların otağı budur, burada da nəzarətçilərin otağıdır. Gecə saat 1. Biz bura girməliyik. Bəli, Şuşa. Sənin bir abır rejim var. Və bu qaza deyirlər də, oradan baxırlar da qapılarına. İndi görərlər də biz şəbihləri falan çıxarmışıq. Demişik ki, qapını açın, biz tez girəcəyik də. Qapını açıb sürünə-sürünə girdik içəri. Məsələn, bir tane məsələn girmişik 7-ci mərtəbədir. Birdən qapı döyüldü. Tam yaxşı vaxtında, yaxşı momentində qapı döyüldü. Belə bir səs gəldi yəni. Qapı döyüldü. Bütün oğlanların ruhu qaçdı bədənindən. Bayaqdan o özün gəsərəm, filan belə şey var. Falan danışan oğlanların ruhu qaçdı bədənindən. Nəzarətçi gəldi. 7-ci mərtəbə çıxa da bilmirsə, balkondan tutulacaq öləsin. Neyini? Bir dənə böyük şkaf var. Bir dənə böyük şkaf var. Və bir dənə balkonun qapısı giriş tərəfində pərdə var da. Yəni fikirləş ki, balkonun qapısıdır. Belə pərdə bu boyda bir yer var orada. Rəvanı görürsünüz da, bu yəni mağar adamı düşün. Görün o boyda bir bazburutlu adam. Rəvanla ikimiz girmişik o pərdənin arxasında. Mən indi görünmürəm, arıqam. O pərdə fikirləşin ki, bax belə gəlir. Bir dənə belə bir şey var. Burada təzədən belə düşür də. Rəvanın göbəyidir o. Oradan bilinir. Və naxışdan Rəvan gəlir. Balkonun qapısının ağzına çıxıb. Boy uzundur. Balkonun ruçkası da buradadır. Elə bir yerə gəlib təmas edib ki, Rəvan belə qaldı da, belə düşdü. Tərpənir orada. Deyirəm ki, tərpənmək göbəyi də çəkib buraxmalı edir. Pərdə yellənir, çıxır belə pərdə. Dədə, o ruçkanın bir tər Rəvanda yerini düzəltdik, rahladıq. Rəvan sakit dayandı. İndi o qalan 3 nəfər girməsi yer tapmalıdır. Balaca bir otaq. Biri qapının arxasına gedib, biri də şu qapı açıb ikisi. Biri fikirləş ki, girib içəri belə dayanıb. Biri də girib onun qabağında belə qapını da örtüblər. Hayır. Xətay. Sən fikirləş o qapını açarsan, biri ayaqsa, biri də onun qabağında çömən. Eğer dayanıb da orada, başa düşün, necə bir situasiya yaranır da. Özün nəzarətçi, baxarlar ki, qızlar oturub oğlanlara oqal verir da. Biri də qapının arxasında dayanır, o yüzden necə belə. Korkusundan belə dayanıb da, başa düşün. Qapı açılır, qapı açılır, bu arkadakı artıq ruhunu tapışdırır orada. Yəni qapı ilə bir bütünləşdi. Rəvan deyirəm ki, təbii, o gəlir, Ruçka o mani olmaq arkadan da, başa düşün. Nə orada pis var, yerdə dayanır. Şkafdan, bunlar necə dayanırlarsa da, 2 nəfər Xətayla orada bir nəfər var idi o. Dayanırlarsa, o şkafın qapısı açsa, bütün bir abırsınlığınız ortaya çıxacaq da. Yəni ki, bunlar neynirlər bu? Nəsə, girirlər, bu səfər bunlar çıxmırlar, söhbət edirlər qızlarla. Biz də nəfəsləri necə tutmuşuqsa, Rəvan özünü necə tutubsa, özünü tutub arxasını tutamır da. Başa düşün, arkadakı yatdansa artıq Rəvan onun bütünləşib o qapıyla. Nəsə, bunlar çıxdılar, Rəvan qarnın bıraktı. Öyle bir şey oldu. Nəfəsim kəsilir. Rəvan orada 2 kilo arıqladı ən azından. Mən də xəbərim yoxdur ki, bunlar şkafa girirlər. Sonradan tutdum temayı. Gəldim şkafın qapısını açdım. Görüm bir nəfər yoxsa bir nəfər düşməldir. Belə baxdım, bağladım şkafın qapısını. Demirəm, Rəvan getdik. Burada başqa şeydir. Biz çıxdıq oradan. Nəsə, bir tər də olsa biz oradan çıxdıq. Və Şuşada belə bir qəribə xatirəm bir var idi. Ondan sonra orada Rəvanın bizə ən çox elədiyi zarafat o idi ki, duş almağa gəlince gəlib işığı söndürür. Biz də işığı yandırmasın, çıxasan da çörətürüzüm. Hər dəfə qurulanırsan, giyinirsən, çıxırsan, işığı yandırırsan. Adam gəlib kulçasını söndürmür, gedib Rubinlikdən söndürürdü işini. Ki sən qurulanasan, giyinəsən, gedəsən 5 metr, 10 metr o tərəfdə Rubinlikdə işığı yandırasan. Qapını kilitlədim, adam 7-ci mərtəbə qızların balkonundan bizim balkonun arasında bu boyda məsafə verdi. Oradan keçdi, gəldi Rubinlik'i söndürdü, çıxdı, getdi təzim. Yəni, elə bir manyak insandı, amma sağ olsun dəstəyə bir gəlib, ona görə çox burada verəməyəcəm. Çox qəribə bir insandı, həqiqətən. Xoş gəlmişsiniz usta. Bizim salonumuzun müdürü və administratoru, dəyərli, zəhmət olmasa bir... Yəni, belə dostlarım var. Məsələn, biz bu layihəni bax, bəli. Yataqda o həkəsin. Hə. Yataqda Yox, bilməm onları. Öyle mövzu olmuyor. Niyə məyir? Apşın. Baxın, belə şahid. Hə. Baxın, İlqar buradadır. İlqar deyə baxım sənə. Sifariş gör. Sifariş götür. Deməli,
bizi Şuşaya apardılar, bir otaq verdilər bizə oteldə. İlqar gəldi. Oteldə bir otaq verdilər bizə. Gəldik otağa. Otaqda böyük bir qəşəng taxt var. Bir də raskaduşka var. İlqar qaçdı, taxta tutdu özünü. Taxtın yanında kulçə, atır, işıq, otağın bütün işıq sistemi falan, hər şey ondadır. Mən verdi raskaduşkayı. Balaca bir dənə raskaduşkayı. Mən boyda adam raskaduşkayı. Nəsə bu mənim İbn dostlarım sağ olsunlar. Raskaduşkanın ayaqları bilirsiniz də içəri doğru yığılır. Gedə gəliblər, raskaduşkanın bir ayağını belə qoyublar. Fikirləş. Mən indi gəlib yatmalıyam, axı yorğun gəlsən gecə vaxtı. Gəldim otağa, qaranlıq, işığı söndürmüşəm, uzandım yerimə. Elə bir ayaq mənə gözləyir ki, uzan yerinə sonra da, yəni belə özü oturanda yıxılmayacaq. Uzan 1-2 saniyə sonra yıxılar. Ayağını qoyublar belə. Uzandım üstünə 3 saniyə keçdi, bum elədi, elə bildim vurdular oteli. Necə düşdümsə yerə, boğazındakı bütün o su falan var, ağzımdan çıxdı, içim çalasını çıxdı. Yəni çox belə mənim mükəmməl dostlarım var. Dost əhatəm var. Ya bu sübut eləyə bilərəm əslində siz, amma istəmirəm sizə sonsuz. Belə bir banka kimi bir şeydir. İçində də belə qatı maye kimi bir şey var. Onu qoydu stolun üstünə. Dedi ki, bundan kimsə bir də qaşığın ucunda yeyə bilsə, mən ona 500 manat pul veririm. Hamı indi fikirlərim, böyle hamı da içkili falan, o beynine fikirləşəm. Dedim mən yiyərəm, nə var ki burada? Özümü attım qaba. Nəsə, dedi yeyə bilmərsən. Yeyə bilərsən, yeyə bilmərsən, yeyə bilərsən. Qaşığı götürdüm, nəsə biraz tökdüm. Onu indi ayağı üstəyəndə, sadəcə götürdüm birbaşa, utdum, oturdum yerimə. Qulağımdan bir dənə səs çıxdı. Elə bir beynimə, başımın içinə 85'li minomyot atdılar da, yəni. Belə bir şey oldu. Mən onu axırıncı şeydə keçirmişdim, metroda keçirmişdim. Belə bir şey oldu və insanlar çoxalmağa başladı ətrafımda. Nə qədər dost tanışım, hamı öz tanıdıqlarım. İnsanlar çoxalmağa başladı və səslər artıq yavaş-yavaş bilsin necə. Təzələn ki, uşaqlar danışır, belə bir səs oldu və səs getdi. Səsdən sonra görüntü də getdi. Deməli, bu necə bir təsiri var imiş. Bir gün, yarım işığa baxa bilmirik. İşığa baxdan qalırsan böyle. Sadəcə işığa fokuslanırsan, çox qəribə bir şeydir. Nəsə, göz getdi, özümdən getmişəm, ayıldım belə, başımın üstündə də bir dənə plafon var, böyle bir plafon var. O da tutdu plafonu. İlişim dağılıb, baxıram plafonu. Da qaldım o formada, o plafonu. Bir yarım saat ona baxmışam, otaqda da heç kim yox. Sonra gəlib məni götürüb aparıblar da, elə bir. Nə verib mənə heç bilmirəm, beyinlə düşünə bildim fikirləş. Bir səhər mən ondan ayıldım. Və o gündən artıq mən tövbə elədim ki, içki falan pis şeylər idi. Bəli, tövbə elədim ki, içki falan pis şeylər idi. Bu, belə 5 manat, xatırım 5 manatım oldu. 5 manatı almadım, neyse. Bilmirəm, xatırım var, ama qaçdım ona. Və mənim ətrafımda həqiqətən də içki içən insanlar var ki, həddindən çox içənlər var ki, içib yadlarına gecə saat 3-də mən düşürəm, mənə yığırlar. Və mənlə dərslərim bölünür. Yəni içib mənə zəng gelib, mən niyə doğulmuşam deyən var. Mənim adım niyə budur? Onun tripini atan var mənə. Zəng gelib məsələn, niyə görə mən bu şalvarı almışam deyən hər tipdə insan var. Məsələn, dünən biri zəng gelib, yığıb, atmışam deyirəm, Mario necəsən? Bildim ki, artıq vəziyyətə əladır. Yəni, deyirəm ki, belə nəsə biz anlaşdıq ki, bu içib. Və bu demək istəyir ki, mən evdəyəm, gəl yanıma. Yəni mən onu başa düşməyə çalışıram ki, o da özünü izah edə bilmir, amma mən onu başa düşürəm ki, bu artıq ölüm vəziyyətindədir, mən getməliyəm bu yana. Həqiqətən içməyi bilməyən insanlar var. İçki içmək başqa şeydir. İçib bilməyənlər başqa şeydir, itirənlər başqa şeydir. Yəni bunu içir və mən məsələn içib yenidən doğulmaq istəyən insan görmüşəm. Və yaxud da içib məsələn Rəvan bir dəfə hansısa bir layihəmizdə olmuşdu. Tanışım Rəvan'ı söylüyorum. Hər hansısa bir layihəmizdə olmuşdu ki, Rəvan biraz sərxoş idi, çox cüzü sərxoş idi. Və Rəvan liftin qapısını açıb şaxtaya düşmək istəyirdi ki, oraya şaxtada mən isti gəlim, mən şaxtada olmaq istəyirəm. Yəni elə bir dostlarım var ətrafımda. Bilirəm, çox danışdım burada bugün və biz yavaşdan digər mövzulara keçirimizi eləyəlim. Yox, deyirəm, gəl. Yəni belə mövzularımız bizim bitəsi də deyil. Səsimə baxdım. Əsgəri söhbətlərini çox eləmirəm ki, digər stand-uplarımızda da qalsın. Əsgəri söhbət.
Evet, çok şey danışmadım. Təbii ki, danışmadım. Orası özümə səhv edən şeylər deyil. Ona görə istəməm indi ilk gündən belə tanısınlar məni. Məni tanıyır zaten. Qıraqdan ciddi, içəridən çox pamuk kimi bir insanım. Biraz çox pamukam ki, yəni yaxşı zarafatlarım var. Yaxın olduğum insanlar üçün hər şey eləyirəm. Özləri də bilirlər. Buna tüvək də daxil. Bəli. İndi isə mən istəyirəm ki, 2 dəqiqəlik nədir? 2 dəqiqəlik fasiləmizdə Sübhan müəllim bizim xalq artisti, əməkdar artist olmaq istəyən və ola bilməyən odur. Həm koloristdir, həm koloristi daha doğrusu öyrənir. Həm müzisyen də oxuyan hər bir şey var insanda. Bu Zahir Hüseynin yarım-yarım. Mən onu istəyəm səhnəyə dəvət edeyim. Sizin o gür olan alqışlarınızla gəlsin. Ve sizin orada yorumda dediğiniz mahnılar ki var, onların yani orada 2 seçenekten sadece 1-2 nəfər onu atıp, qalan hamı fərqli mahnılar atıp. Ona göre özü seçəcək, artıq ifa eləsin. İndidən hər birinizin qulağına olunacaq soyqırımdan dolayı üzr istəyirəm. Yani o bizim değerli sənətkarımızdır. Gözlerimin önünde eksince yine dünyanın boş gününde azap verirsen bana, elim elinden uzak, sesim sesine yetemir. Dert çekilip kurtarmır məndən. Bu zülmət nədir, nədir ay aman, dert çekilip kurtarmır məndən. Bu zülmət nədir, nədir ay aman, nə qədər sərt olsa dağlar, qayalara çırpınır, geri döner yolları kesibdir intizar. Sensiz kalan sevgim bir ümittiler. Geri döner yolları kesibdir intizar. Sensiz kalan sevgim bir ümittiler. Benim eşkimi o sana hiç gerektir. Gel kaytar eşkimi, o solun bizi seçti. Çok sağ olun, teşekkürler. Biraz direlim de. Lay la la lay la la lay la la lay la la lay. Bir yer daha. Lay la la lay la la lay la la lay la la lay. Lay la la lay la la lay la la lay la la lay. Lay la la lay la la lay la la lay la la lay. Öttü ay şişti kalbimi, açmadım etçim hemen yan. Yan bir şimşek gibi ömrümden kesilen sen yar. Öttü ay şişti kalbimi, açmadım etçim hemen yan.
Yan bir şimşek gibi ömrümden geçinen sen yarım. Fesiller adlandı, gönüller oğlandı, sevenler şadlandı. Bəsmən neynim gel, taleyim gel, sen beni kurtar bu hicran elinden. Bir yerden. Lay la la lay la la lay la la lay la la lay. Sesiniz gelmiş. Lay la la lay la la lay la la lay la la lay. Sətim bana ancaq laylaydı. Lay la la lay la la lay la la lay la la lay. Lay la la lay la la lay la la lay la la lay. Dağlara kar düşer, elə mən yanaram mən yar. Yadıma yar düşer, həsrətdən donaram mən yar. Dağlara kar düşer, elə mən yanaram mən yar. Yadıma yar düşer, həsrətdən donaram mən yar. Fəsilər ağlandı, gönüller oğlandı, sevenler şadlandı. Bəsmən neynim gel, taleyim gel, sen beni kurtar bu hicran elinden. Lay la la lay la la lay la la lay la la lay. Da iki palkoz gitmişim de ezber deyirsiniz. Lay la la lay la la lay la la lay la la lay. Lay la la lay la la lay la la lay la la lay. Lay la la lay la la lay la la lay la la lay. Bir daha size. Lay la la lay la la lay la la lay la la lay. Lay la la lay la la lay la la lay la la lay. Son defa. Lay la la lay la la lay la la lay la la lay. Lay la la lay la la lay la la lay la la lay. Çok sağ olun, teşekkür ederim hepinize. Peygamberlerin kardeşiyim, çirkin vücudumla yoyundum sadakatimden. Yalanlarla beni eğlenip belaretimden. Yorgun kör benim dinmek bilmeyen gözyaşlarıyım. Ben saxta müqəddəslər tanrısı yok. Eller sonra gözlerim gözüne bakıp güləndə, qəlbinin içində gizli sızlayacaqsam, onunla yeniden qayıdıb bir də ötən illərə, mənsiz həyatına bir ağlayacaqsam. Eller sonra gözlerim gözüne bakıp güləndə, qəlbinin içində. Çok sağ olun, teşekkür ederim. Gözlerin dolsun, içinden git diyorsun, duyuyorum gülüm, gideceğin son olsun. Yanımdasın, susuyorsun, susuyor konuşmuyorsun, bakıyor görmüyorsun. Dokunsan olacağım, İçimde intihar korkusu var. Bir gün sen ağlayacağım, bir gün sen kendimi bulacağım. Depremler oluyor beynimde, dışarıda siren sesi var.
Bir yanımda susmuş, insanlar susmuş, içimde ölen biri var. Vay 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 vay. Vay 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 vay. Vay 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 vay. İçimde ölen biri var. Çok sağ olun, teşekkür ederim bugün bizimle bir yerde olduğumuz istiyorum. Her sağlamlarınız var olsun, canım yapanız var olsun. Teşekkür ederim hepinize. Bizim bugünkü sehirimizin adı Sehirbazın Kırmızı Topu Hər Zaman Cibinə Gedər. Diqqətlə baxın, çünki çox sərdən hər şeyi hər an qaçıra bilərsiniz gözlərinizdən. Baxın. Top yoxa çıxır. Və sehirbazın cibindən çıxır. Diqqətlə baxın. İndi diqqət edin ki, top mənim hansı əlimdədir. Hansı əlimdədir deyəcəkdim ki, görsəndi. Amma görsənən top deyil. Bir əlində bir top var ama bu da kırmızı değil. Çünkü en başta dediğim kimi sehirbazın kırmızı topu cibinə gedər. Bir izleyici mənə deyə bilər, bir yerdə dayanın. Bakın kartınıza. Görsənin. Kart yazıldı. Bağlayıram. Tek bir hərəkətlə kartımız ön üstə çıxır. Bu deyil. Onda bir dənə şəkilə diqqət eləyin, zəhmət olmasın. Şəkilə baxın. Şəkili çəkə bilirsən, kameraman adına şəkilə baxsın. Düşür. Kutular başında ziyan yok. Gözle. Mesela böyle. Baxa bilərsən rampiyayla, normal rampiyayla. Hə? Yox, təzdən yoxdur bu. Təkrarı yoxdur bunun. Sehir bir defa. Üç nəfər izləyicinin səhvini ala bilərəm. Sefer rüyaydı. Ben Gel. gittim yoksam dedelaşıp kapıktım ben. Sen kapıramaram ben. Neyine mi var? Kapıdan böyle yola çıksın o an. Hə, keç. İzlemezsiniz. Asla qatlıram. Okuma izlemek diye bayıldım. Ben bilmiyorum. Bir-birindən fərqli kartlar. Gördüyünüz kimi. Ya dikkat bakın. Sən bir dənə kart seç. Çıkardım. Hə, biləyim hansı istəyirsən bax. İzləyicilərə göstər. Sinir. Alka. Gördünüz kart. Həmin kart. Bunun kartı dəstənin ortasına qoyuram, bağlayıram, Çok. qatışdırıram. Abi. 3 dənə kart götürəcəm. Ne yazalım? Birinci kart səndədir. Üçünüzdən birində olacaq kart. Üçünüzdən birindədir kart. Mikrofon var. Üçünüzdən birindədir kart. Bende değil. Onu amma mən də tapmayacağam. Görüb lamıskanı. Lamıska tapacaq. Kartı mən yox, lamıska tapacaq. Ötür bir-bir. O evde de. Kart səndədir. Kartı göstər izləyicilər. Beğenildi. Bir yaxından illüziya bir nəfər göstərməli. Gelsin. Baxın. Hə, gəlsin. Gelsin bir nefer çok var. Ne yapayım? Ne oluyor koltuk? Her zaman. Bravo. Benim. Baxın kartlara normal. Bir-birindən fərqli 52 kartımız var. Bir dənə kart götürürsən. Bax karta.
Bunu kart dəstənin ortasına qoy. Onlar buraya yok. Onsuz qatışdıracağam fərq eləmir. Bura ver. Tercih. Evet. Onsuz qatışdıracağam fərq eləmir. Bilirim. Fərqli bir illüziya eləyəcəm. Bunu bilirsen de Ha? bu kartı. Bu kartı bilirsen de bu kart nerede? Yox, bunu fərq eləmir. Bax bunu böyle Bunu bırakıyorum. böyle fərq eləmir. Qoy. Ya. Подожди. Onda ver onu mənə. Fərqli bir şey eləyirəm ya. Bax kartı qatışdırıram. Müxtəlif kartda, hə? Bir-birindən müxtəlif kart. Bir yerdə stop dinən. Stop. Bax karta. Hı hı. Gördün kart. Hı hı. Götür kartı qatışdı. Qatışdı. Я вот зачем нервничать? Все клево, ты клевый, ты красивый. Seçilən kartı indi tapacağam. Seçilən kart bu idi. Hey. Bu değildi. Bunda bu kartı götür. Tuz, gara, yürek. Bax. Bu karta bax. Görürsən bu kartı. Üydü takip elə. Bu kartı götürürəm. Hı. Ben göreceğim. Dəstənin ortasına qoyuram. Sən özün dəstəyə. Нравится. Клево, супер, круто. Bir dənədir. Да, Normal dəstə. клево. Duman hardan çıkıyor? O içinden değil o biraz. Hə, so. Güçlü bir şey. Bura qədər. Tarık çəyiniz bura qədər. Təşəkkürlər. Hayda. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ ol. Hepinize teşekkür ederim. Biz tamam. Biz aile falan değil inşallah. Biz dostuz. Hepinize teşekkür ederim. Her defasında üzünüze gülüş olsun. Teşekkürler.